Qaqa, bələdiyyə işləyir, bir şey deyə bilmərəm. Konkret Dublin Council değişik. Adamlar işləyir də bura. Belə toxtan konfet düzəldirlər. Turistlər üçün daha neynəsinlər, qardaş? Hər şey var. Hər cür sərbəstlik, azadlıq, nə bilim, ala. Kazinosundan tutmuş, səndənən, otunacan, nə bilim, çayınacan, kofisinəcan, hər şey düzəldirlər də bura. Turistlər üçün, hər şey. Amma gələ gör ki, qanun qiymətinə. Bura çox bahadır. Turist kimi ölkəyə gəlməyin yer yoxdur. Dediyim kimi, gələrsən bura, nə bilmə, 101-ci ölkən olaraq gələ bilərsən, 2 gün gəlib fırlan gedə bilərsən. Ya da ki, belə babat pulun var da, nə bilmə, deyirsən, ala, harı xərc deməyəcəyim, qumarda uduzacağım var. Gəlib Dublində uduzum. Eləyə bilərsən o bilənçini. Bütün şey var. Belə baxanda, yəni, həqiqətən də bütün şeylər yaradılır. Sərbəstlik, azadlıq, nə bilim, filan fəs məkan, təhlükəsizlik də belə də aşağı yuxarı var. İtaliyadan, İspaniyadan məncə daha yaxşıdır, amma indekslə yuxarı göstərilir. Əlbəttə ki, bu qədər azadlığın da bir faturası olmalıdır. Nə bilim, ha şey, qənglər var burada da. Şeylər, narkobaranlar, zatlar, nə bilim, filan fəs məkan. Qaqa, vergi ver, nə istəyirsən elə. Tema budur. Qaqamın stili babatdır. Baxmayaq ki, boğmuşdur. Stil, yəni, var. Back to school, məktəbdə başlaydı. Sən yaxşı ki, qutardılar canımız. Millət 11 il gediblər ki, məktəbə, zülüm çək. Sonra canım sərdisin. Universitet bir tərəfdən. Oxumaq bir tərəfdən. Yaxşı canımız qutardı, bilət. Belə. Qardaş, bizdə belə bir şey yoxdur da məncə. Görməmişəm, yox, yadımdan çıxıb. O beləncə könüllülər və yaxud da ki, ödənişli şəkildə olanlar da olur. Gəlirlər bu charity-yə, nədir, yardım fonduna, belə yolda insanları saxlayıb, şey deyirlər, o beləncə düzürlər yolun ortasına. Randomda kimi oldu saxlayırlar. Elə bəs donate eləmək istəyirsən. Maraqlıdır. Bizdə niyə yoxdur bilmirəm. Bəlkə də var ya, başqa cürdə. Beləncə, nə bilim, müxtəlif şeylərə həm könüllü, həm belə ödənişli şəkildə şey deyirlər, uşaqlar işləyirlər, gənclər. Balıq da pul yollar, onu deyəm sənə.